Deməli, bu suala baxaq. Bu kimi suallarda biz diqqətli olmalıyıq. Çünki ipmi, yükmü verib ona diqqət eləməliyik, çevirmə eləməliyik əvvəlcə və ya alandan sonra çevirməliyik. Və bizə tərpənən yoxsa tərpənməz blok verməsinə də diqqət eləməliyik. Deməli, burada A ip verilib, amma yükün çəkisini soruşur. Biz o zaman birinci A yükü tapmalıyıq. Bilirik ki, A yük A ipin yarısına bərabərdir. Onda qiymətləri yerinə qoysaq, A ipimiz 4 verilib, onda A yükümüz 2-yə bərabər olacaq. Sonra baxırıq ki, təcrimiz yuxarı doğru yönəlib. O zaman bizim çəkimizin düsturu necə idi? P bərabərdir mj plus A-ya bərabər idi. Deməli, verilənləri yerinə qoysaq, kütləmiz 6 verilib, J'miz 10, təcrimiz 2-dir. Deməli, 6-nı vurursaq 12-yə eləyəcək 70.